rayonu. Salam əziz izləyicilər. Bugün biz Tovuz rayonunda meyvə bağındayıq. Deməli burada 4 illik gilas bağıdır. Burada bağın budanmasını agronomlara başa salırıq. Deməli burada hər il budama gedib. Sadəcə olaraq indi bəzi nüanslar var ki, onlara indi danışacağım. Burada ağaca yaxınlaşanda birinci gördüyüm budur ki, bu ağacın bir budağı quruyub. O da zədə nəticəsində əmələ gəlib. Birinci o budağı kəsirəm. Ağacın bu hissəsi zədəlidir. Ondan sonra həşəratlar ora girib yuva qurublar və orada başlayıb şirə axmağa. Ora təmizlənib, ora göydaş mərhəmi ilə, yəni sterilizasiya olunmalıdır ki, bundan sonraki dönəmlərdə ora yoluxma olmasın. Başlayaq ağacın budanmasına. Deməli burada ağacda meyvə budaqları və inkişaf budaqları var. Meyvə budaqlarıyla inkişaf budaqlarını elə eləməliyik ki, tənzimlənsin ağac. Həm meyvəsi olsun, həm inkişaf olsun. Yəni çox meyvə olanda da xırda olur, az meyvə olanda da inkişafı çox olur. Yəni onu tənzimləmək lazımdır ki, hamısı öz qaydasında olsun. Burada biz 3 budaq görürük, onlardan ortada olanı götürürük və o birisi budağın ucunu bayıra istiqamətdə vururuq ki, yuxarı qalxsa bu bir budaqlara mane olacaq. Yəni ağac inkişaf elədikcə budaq biraz açılacaq və burada da meyvə gözləri əmələ gələcək və ağac tam formaya düşəcək. Bu budaq isə bizə lazım deyil, onu götürürük. Burada ağacın inkişafının demək olar ki, 1/3-ni kəsib götürürük. Bu budağı da saxlayırıq ki, ucvurma eləyirik ki, birdən bu budağımızın hündürdə olan budağın nəsə bir baş versə, qurusa eləsə, yəni bu növbəti inkişaf üçün bu budağı saxlayırıq. Burada isə gördüyünüz kimi bu içəri gedən budaqdır, bu götürülür. Digər budağın ucu vurulur, yan budaq vurulur. Burada içəri gedən budaq vurulur. İnkişaf budağı saxlanılır. Bu budaqları isə uc vurma eləmirəm. Çünki meyvə budağı olsun deyə onların formalaşmasını istəyir. Burada isə yenə də içəri girənləri götürürük və uc vurma eləyirik. Uc vurma eləmək ona görə mütləqdir ki, bu ağac cavandır, bunun da inkişafı var. Bu inkişaf eləməlidir. İnkişaf elətdirmək üçün də uc vurma eləmək mütləqdir. Uc vurma vaxtı da tumurcuq bayıra kəsilməlidir ki, ağac bayıra inkişaf eləsin, yanlara getsin. Burada 4 budaq var, onlardan içəridə olanı, sıxlıqda olanı götürürəm və bunların ucunu vururam ki, yenə də buradan xırda budaqlar versin, ağac formalaşsın. Burada da həmçinin. Gördüyünüz kimi burada da içəri gedən budaqlar götürülür və bayıra kəsilir. Burada sıxlıqdadır budaqlar. Burada bu budağı götürürəm. Çünki buradan inkişaf edən budağımıza maneçilik eləyəcək gələcəyinə. Ona görə onu kəsməli oldum və 2 dənə budaq saxladım ətrafında. Bu içəridə gördüyünüz budaq xırda budaq olduğuna görə, qısa budaq olduğuna görə ona toxunmuram. O da gələn il meyvə gözləri formalaşdıracaq və meyvə budağı kimi fəaliyyətini davam etdirəcək. Burada isə zəif budağı götürürəm. Yenə də uc vurma edirəm. Burada da içəri girəni götürdüm. Burada da budağı götürdüm və uc vurmanı elədim. İndi burada deməli bir dənə belə bir şey var ki, düzgün olmayan budaq var bu ağacın içində. O da bu budaqdır. Bu budaq əslində düzgün olmayan budaqdır. Sadəcə olaraq boşluqda olduğuna görə və üstündə meyvə gözləri olduğuna görə müvəqqəti bundan meyvə yığmaq şərti ilə bunu saxlayıraq. Amma gələcək illərdə bu budağımız inkişaf elədikdə, yan budaqlar əmələ gətirdikdə bunu kəsib götürəcək. Bu qədər əziz izləyicilər. Bu da 3 illik gilas ağacının budağı.